Vaqif Nəsib, Bir atımlıq barıt, povest, 1-ci hissə. Günlərin bir günü bu qara lələşin əynində kavirkot şal var. Ayağında ərdəşirin tikdiyi cırt-cırt çəkmə, qolunda pobeda saat. Telibriyalinli o vaxt bütün cavanlar saçını eylə yağlayırdı. Girmişdi Ağabala kişinin çayxanasına. Oturmuşdu Ənvər müəllimin qənşərində. Hər oğulun işi deyildi ha, heç nə soruşmayıb qırtadan əyləşə o kişi ilə üzbəüz. Bütün Ceyrançölün çayxana hissəsi demək istəyirdi. Bizə tamaşada ikən birdən nə eləsəm yaxşı idi. Çırpmışdım çayı buğlana stəkanı kişinin sifətinə. Bu sözlər Hacı Qasımdan qalmış hamamın arxasındakı ocaqçı otağının küncündə səslənirdi. Ocaqları sönmüş alaqaranlıq otağın həmin küncündən sözləri deyən adamın gözləri bir cüt göz kimi alışıb yanırdı. Talinin bir-iki özü iqbalı dostu ilə ocaqçı otağında bir balaca keyf eləmək imkanı verdiyi arıq, qara adamın həmin an sözündə də gözündə də hamamın sönmüş ocaqlarının odu alovu parlayırdı. Günlərin hansı bir günündəsə Ceyrançölün Ağabala kişi işləyən çayxanasında Ənvər adlı şöhrətli bir cavanın sifətinə çay dolu stəkan tolazladığından danışan adamın əsl adı Hacı Ağa idi. Amma həmin adı Ceyrançöl cəmaatı uzun illər idi ki, yaddaşından silib onu Qaraçı çağırırdı. Hamının Qaraçı dediyi və əsl adı ilə ayda 2 dəfə maaş cədvəlində görüşən Hacı Ağa da başqa vaxtlar dinib danışan deyildi. İşi hamamın suyunu qızdırmaq olan, peşəsininmi, illərinmi hisipası qapqara kəsilən həmin adam ağzına su almağı daha çox xoşlayırdı. Adətən ağzına su alıb dinib danışmayan Hacı Ağa dilinə araq dəyən kimi həmin əhvalatı hökmən danışmalı idi. Bu da artıq iş təcrübəsindən də çox yaş qazanıb kişinin neçə illik bir vərdişinə çevrilmişdi. Curlarının hamısı həmin əhvalatı demək olar ki, ac qarnına 100 dəfə eşitmişdilər. Artıq onu dinləməyə necə deyərlər, adətkarda olmuşdular. İmkanlı vaxtlarda, restoranlarda, aşxanada əlləri aşağı olanda, ocaqçı otağında və ya ona bənzər bir yerdə məclis açdıqları vaxt, həmin əhvalatın danışılması dostlar üçün bir növ məclisin əvvəlində süfrəyə pendir, çörək, göyərti gəlməyə kimi bir şey olmuşdu. Curlardan heç birinə o əhvalatın şahidinə çevrilmək xoşbəxtliyi nəsib olmamışdı. İllərin arxasında qalmış həmin qəhrəmanlığı Hacı Ağanı tanıdıkları illər ərzində həmin başqa bir qeyrisindən də eşidib eləməmişdilər. Amma heç biri həmin hadisəni saf çürük eləmək, araşdırmaq, belə bir şeyin olub-olmadığının axırına çıxmaq fikrinə düşməmişdi. Hər dəfə məmnuniyyətlə Qaraçını dinləyib, onun danışdıqca qıpqırmızı kəsilməyinə, gözlərinin alışıb yanmağına birinci dəfə görürmüşlər kimi məmnuniyyətlə tamaşa eləmişdilər. Beləliklə də üst başından, iqbalından, ev eşiyindən, bir-birindən lap az seçilən 3-4 dostun neçə illər ərzində işin axırına yaxın güc bəla ilə düzələn məclislərində Ceyrançölün adlı sanlı cavanlarından biri olmuş Ənvər müəllimin sifətinə içi çay dolu stəkan çırpılırdı. Onu çırpan da ocaqçı otağından məclisə gələnə, badəni ağzına aparana kimi, ayaq üstə meyit kimi görünən, hamının adını yaddan çıxarıb Qaraçı çağırdığı Hacı Ağa olurdu. Yoldaşları onun da fərqinə vara bilmirdi ki, nağıllardakı nəhəng divlərin canı şüşədə olan kimi, bu uzun illər ərzində Hacı Ağanın da canı həmin əhvalatın içində yaşayırdı. Çünki həmin hadisəni söyləməyə başladığı andan bayaqdan ayaq üstə meyidə oxşayan Hacı Ağanın canına qanına güc-qüvvət axmağa başlayırdı. Və elə biraz əvvəl qapısına iri qıfıl vurulmuş hamam bağlanandan sonra təzədən sədaqətli ocaqçısı üçün işləyirdi. Onun kranlarından Hacı Ağanın damarlarının içinə cavanlıq şövqü qarışmış qan, ocaqlarından kişinin cisminə, dilinə gənclik atəşi qarışmış alov axırdı. Göz gəlib çıxana kimi bir çayxanalıq cəmaat məni pəs-apa yatırda bilmirdi. Göygöz Ceyrançölün sabiq milis işçilərindən birinin ayaması idi ki, indi o da bu hadisənin o biri şahidlərindən çoxu kimi adına da ayamasına da götürüb bu dünyadan köçüb getmişdi.
Ənvər müəllim özü ödünü udub sapsarı saralıbmış. Elə bilibmiş ki, qabaqcadan böyür başım taxıb hazır gəlmişəm. Amma sizin əziz başınız üçün bu qaraçının quru canı haqqı. Bu yalın əllərlə getmişdim ora. Doğrudan da bir vaxt Ceyran çölün Ulus bağında Ağabala kişi işləyən çayxanada belə bir hadisə olmuşdu. Ceyran çöldə hamının öz tükü üstə dolanan fağır bir adam bildiyi Hacı ağa çayxanaya gəlib şəhərin vurub tutan oğlanlarından sayılan Ənvər müəllimi baxışları ilə bir xeyli yeyəndən və bu cür yeməklə axırına çıxa bilməyəcəyini başa düşəndən sonra çay dolu stəkanı onun sifətinə tolazlamışdı. Belə bir hadisəni gözləməyən, gözləri ilə görüb hələ əməlli başlı ağıllarına sığışdıra bilməyən çayxana əhli də elə bilmişdi ki, bu saat Ənvər müəllim cuşa gəlib, onu bu ceyran çöl içində biabır eləmək istəyən, bu işinə qədər quzu ömrü sürmüş bir adamı qurd kimi şaqqallayacaq. Amma Hacı ağa çay dolu stəkanı Ənvər müəllimin sifətinə çırpandan sonra ayağa durub qızmış, pələncə dönmüşdü. Həmin hadisənin 5-10'u qocalıb canının hayında 10-15'i adlayıb ömrünün o tayında olan bütün şahidləri də dünyanın bir möcüzəsinə mat-məəttəl qalmışdı. Bu da ondan ibarət olmuşdu ki, arıq, quru bir adam da canında, qanında qüvvə tapıb pələncə dönə bilərmiş. Həmin an onlar o vaxta kimi, cılız uşaq kimi tanıdıkları Hacı ağanın qollu budaqlı, güclü, qüvvətli cavana çevrildiyinin şahidi olmuşdu. Görmüşdülər ki, belə getsə, möcüzə ilə dönüb başqalaşmış, ildırıma, şimşəyə çevrilmiş Hacı ağa Ceyran çölün adlı sanlı bir cavanını Ənvər müəllimi şilküt eləyəcək. Bunu görən Ənvər müəllim də araya girib, onun əl-qolunu tutmaq istəyənlərə çox elə baş qoşmamışdı. Çünki həmin əhvalatın ölü dirili o vaxtki şahidləri görüblərmiş ki, kişinin rəngi zəfərana boyanıb. Bircə onu demişdi. Bu yetimi öyrədib göndəriblər. Yəqin belinə naqan da bağlayıb. Belinə naqan zat bağlamayıb, özü barı çəlləyinə dönmüş Hacı ağanı bir çayxanalıq adam güclə sakitləşdirə bilmişdi. Göygöz gəlib ona paranda gedə-gedə yenə balacalaşıb əvvəlki Hacı ağaya dönəndə arxası ilə baxanlar demişdi. Allahın bu fağır qəqənisi də yeri gələndə pələncə dönərmiş. Getmişdi Ənvər müəllim, aradan çıxmasaydı. Elə bil bürüşük Hacı ağa döyüldü, barı çəllə idi. Bəli, bir vaxt Ceyran çölün Ağabala kişi işləyən çayxanasında hamının bürüşük dediyi Hacı ağa indi təqaüdə çıxıb müəllim dostları ilə nərdatan, damina oynayan, bu günlərdə də qaraçı ilə rastlaşanda yolunu dəyişən Ənvər müəllimin sifətinə çay dolu stəkan çırpmışdı. Bu hadisənin əsl səbəbini Hacı ağanın özündən başqa bilən tapılmamışdı. Ənvər müəllim onu tamam başqa səmtə yozmuşdu. Bunu özünün Ceyran çöldə geninə boluna ağayana gəzdiyini gözü götürməyən İskəndərin ayağına yazmışdı. Çünki ilk günlər İskəndər onu Ceyran çölə gəlmə hesab eləyib, yelindən almağını məsləhət bilmişdi. İskəndərin adıyla onun əshabələrindən Ənvər müəllimə gəlib deyən olmuşdu. Ceyran çölün öz oğulları ola-ola gəlmələr onun qoynunda at səyirtməsin. Düzdür, işini həmişə ehtiyatla tutan Ənvər müəllim elə həmin gün İskəndərlə ağız-ağıza verib onunla dostlaşmışdı. İkilikdə üstünlüyü İskəndərə verib özünün yaxşı oğlanların sayəsində adını sanını qorumaq istəyən bir müəllim baba olduğunu bildirmişdi. Hələ biraz da dərinə baş vurub ana tərəfdən İskəndərə qohum çıxmaq istəmişdi. Sübuta xeyli ehtiyacı olan həmin qohumluq da İskəndərdə saf çürüyə hövsələ və vaxt olmadığından təsdiqlənmiş, xərci Ənvər müəllimdən təmtəraqlı bir məclislə qeyd edilmişdi. Ənvər müəllim belə bir möhkəm sazişdən sonra da yoluq Hacı ağanın bu gəlişini İskəndərdən görmüşdü. Bircə ondan dalağı sancmış, yenidən görüşüb söhbətləşmək qərarına gəlmişdi. İskəndərin atmacası Ənvər müəllimi tamam çaşbaş salıb fikrində yanılmadığını yəqinləşdirmişdi. Yaxşı cavan ələ adam verməz, haqqı hesabı özü çəkər. Onsuz da Ceyran çöldə biabır olmuş Ənvər müəllim bu dəfə vəziyyətini götür-qoy eləməyə əlüstü imkan tapmışdı.
Onun kimi addımını iri atmış bir cavanın heç kəs tərəfindən öyrədilməyən adicə bir adam tərəfindən təhqir olunmağı iki qat biabırçılıq sayılırdı. Belə olsaydı, arıq, quru adamın sifətinə stəkan çırpması, Ənvərin onun qabağından qaçması, özü öz haqq hesabını çəkməyib milisə verməsi barədə çox zurna çalınar, onların da səsi çox-çox uzaqlara gedib çatardı. Ona görə də Ənvər müəllim bu dəfə Ceyran çölün birinci cavanının İskəndərin qabağından qaçmamalı idi. Üzünə stəkanın onun tərəfindən vurulduğunu deyib, isti-isti cavabını verə bilmədiyi bürüşdüyü bu oyundan kənarlaşdırıb, böyük meydan açmalı idi. Bu dəfə o hökmən İskəndərlə kəllə-kəlləyə gəlməli idi. Ceyran çöldə yenicə zurnasında çalmaq istədiyi bir əhvalatın havasını dəyişməli idi. Yaxşı cavan adam üstə adam göndərmə, sözünü özü deyər. Bir işi kim göndərib ki? Kim qısqırıb özü yaxşı bilir. Mənə belə üstü malalı şeylər keçməz. Mənə də belə badalaqlar. İskəndərin ətrafındakılar və təsadüfən ora gəlib çıxanlar üzünə stəkan çırpılmış və onu çırpan arıq quru bir adamın qabağından qaçmış Ənvər müəllim barədə fikrini dəyişməyə başlamışdı. Hələ iki cavan bir-birini didməyə başlamamış, onlar barmağını dişləmişdi. Demək, işin içində iş varmış. Ənvər müəllim özünü biabırçılıqdan qurtara bilmişdi. Hamının içində kişi kimi ayaq geri qoymayıb, İskəndərlə şəhər kənarına çıxmışdı. Bütün Ceyrançöl elə həmin gün iki qoçun kəllə-kəlləyə gələcəyindən xəbər tutmuş, bu əhvalata biraz da bəzək-düzək verməyə çalışmışdı. Güya hər ikisi silahlanıb gedib. Burada ölüm-dirim məsələsi olacaq. Hacı ağanın coşub özündən çıxmağı da boş bir şey imiş. Allahın ayaq üstə öləninin birində elə ürək hardanmış. Kimsə onun vasitəsilə gözə kül üfürürmüş. İskəndərlə Ənvər müəllimin davadan bir tükləri də əskik olmadan qayıtmışdı. Onlar biraz çənəboğaz eləyib, bir-birinə hədə qorxu gələndən sonra yenidən dil tapmış, əvvəlki qohumluqlarını biraz möhkəmləndirmişdilər. İskəndər həmin gün Ənvər müəllimin fikri ilə razılaşmış, Hacı ağanı kiminsə öyrədib göndərdiyinə özü də inanmışdı. Ənvərə söz vermişdi ki, Hacı ağa çıxan kimi onunla məşğul olub, bu işdəki barmağı müəyyənləşdirəcək. Ənvər müəllimə də məsləhəti belə olmuşdu. Sənin mal ürəkli cavan olduğunu mən də bütün Ceyran çöldə bildim. Məsləhətim odur ki, ayağını milisə qoyub onu buraxdırasan. Belə şey bizim kimilərinə yaraşmaz. Çıxsın, özümüz ölməmişik. Bir-iki gündən sonra İskəndər özü dava salıb tutulduğundan Ənvər müəllim onun məsləhətini yerinə yetirəsi olmamışdı. Əksinə, həmin davada kənd adamları tərəfindən yaxşıca əzişdirilən İskəndərin tərəssisinin o biri gözünə daş atıb ağırlaşdırmaqdan çəkinməmişdi. Yenidən Ənvər müəllimin əlinə addımlarını iriləşdirmək. Ceyran çöldə heç kəsdən çəkinməyib meydan sulamaq düşmüşdü. Onun üstü örtülü eyhamlarından belə çıxmışdı ki, Ənvər müəllim səbir kəmal sahibidir. O üzdə fitva ilə stəkan çırpan fağır adamlara əl qatmır. İşin axırına çıxır, əsl səbəbkarı tapıb, Peyğəmbərin bacısı oğlu da olsa onunla haqq hesabını çəkir. Ənvər müəllimin sifətinə stəkan çırpılmağının şahidi olan o bir adamlar da fikirlərini dəyişmişdi. Deyirəm axı, arxalı köpək imiş. Yetimi yaman qısqırtmışdılar. Yəqin elə bir atımlıq barıtı varmış. Sonralar hamının əsl adını yadından çıxarıb Qaraçı dediyi Hacı ağa heç kəsə nəinki stəkan, heç söz də atmamışdı və belə çıxmışdı ki, doğrudan da bütöv bir ömürdə onun bir atımlıq barıtı var imiş. Amma heç kəsin əsl həqiqətdən xəbəri olmamışdı. Heç kəs həmin barıtın arıq quru Hacı ağanın çinadanına nə vaxt, nəyə görə yığışdığından xəbər tutmamışdı. Heç kəs onu da bilməmişdi ki, çayxanada barıt çəlləyinə dönmüş bir adamın partıltısı, gürültüsü niyə o bircə dəfə ilə qurtardı. Nə səbəbə görə Hacı ağanın bütün ömrü boyu bircə atımlıq barıtı oldu. Ceyran çölün ulus bağında, Ağabala kişinin çayxanasında 23 yaşında ayağında Ərdəşirin tikdiyi çəkmə, əynində kaverkot şalvar, qolunda Pobeda saat,
saçı briyalinli Ənvər müəllimi sifətinə çay dolu stəkan çırpandan sonra niyə bir də heç vaxt canında cəsarət tapa bilmədi?